proqram Medianın İnkişaf Agentliyinin və Audio-Vizual Şuranın dəstəyi ilə hazırlanmışdı. Çəkilişdə göstərdiyi dəstəyə görə Müdafiə Nazirliyinə minnətdarlığımızı bildiririk. Onları bura toplamalıyıq. Hərbi bilikləri, fiziki güclərini, ruh yüksəkliyini artırmalıyıq. Oldu. Hər biri bir ordu sırasına qatılacaq. Hər həftə biri bizlə bir sıralarda olub, eyni səngərdə duracaq. Kimlər seçiləcək? Ən güclülər. Şərtlər? Cəsarət, dözüm, güc və vətənə sevgi. Tapşırığı icra eləyin. Oldu. Günlük Vətən müharibəsində Müdafiə Nazirliyinin zabit və əskər heyəti vətən torpağının bir qarışını belə almaq üçün canından keçməyə hazır idilər. Onların sırasında kəşfiyyatçılar, tankçılar, minatanlar, xüsusi təyinatlılar, sürücülər, hava hücumundan müdafiə qoşunları, artilleriyaçılar və digərlərini misal göstərmək olar. Bəziləri isə məhz bu döyüşlərdə ona həvalə olunan texnikası ilə qəhrəmana, bir döyüşçü simvoluna çevrildilər. Elə bax bunun kimi. Bugün sıravi ulduz mənəm. Aktyor Sənan Kazımov bugün sıravi ulduz olmaq üçün ən sayılı hərbi hissəyə daxil olur. Vətəni qoruyan qəhrəmanlar və qəhrəmanları canlandıran aktyor Sənan Kazımov. Bugün sıravi ulduz mənəm. Bu dəfə o, səhnədə deyil, təlim meydanında verilən tapşırıqları yerinə yetirdi. Mənə yad bir silah idi. Biraz çətinlik çəkdim. Var gücü ilə, yorulmadan, yalnız irəli və inanılmaz nəticə. Ümumilikdə qiymətləndirsək, qənaətbəxşdir. Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əskər olmaq. Həyəcanlandım sözün düzü, çünki mən əskərlikdə təzəlicə gəlmişəm sözün düzü, 2 il, 3 il olar belə. Amma mənim həmişə arzum olub ki, təzədən ən azı bir günlük də olsa o hərbi hissəyə qayıtmaq, əskər olmaq, kazarmada əskərlərlə bir yerdə olmaq, əskər yeməyi yemək, onlarla bir yerdə idman eləmək, silah sökmək, silahla atəş açmaq. Yəni, bunlar həmişə mənim arzum olub ki, ən azından bir gün də olsa mən bunu təzədən yaşayım. Və bu mənə təklif gələndə, verilişdən təklif gələndə ki, sizi istəyirik növbəti qonaq olaraq, mən çox sevindim və çox həyəcanlandım ki, mən o arzuma çatıram, yenidən bir günlük də olsa, yenidən əskər oluram. Həftə içi 5 gün xəyanət serialında yaratdığı obrazla evinizin qonağı olan Sənan izləyicilər üçün yad deyil. Amma Sənanın sosial şəbəkəsiz qalması, bax bu biraz, yox, hətta deyərdim onun üçün çox yaddır. Mən sosial adamam. Sosial şəbəkələrdən də həddindən artıq çox istifadə edirəm. Telefon müasir dövrdə bizim bir parçamıza çevrilib də. Yəni o telefonsuz qalmaq bir tərəfdən mənim ürəyimi partladırdı ki, mən baxmalıyam telefona. Yəni telefon adi cibimdə olmayanda mən narahat oluram. Hərbi hissəyə daxil olar-olmaz müşahidə düyməsini işə salır. Ətrafa göz gəzdirir. Birdən milli qəhrəmanlar üçün ayrılan güşəni görür.
diqqətlə onlara baxır. Bəlkə də içində baş verənləri anlamaq o qədər də çətin deyil. Kədər və qürur hissi bir arada. Allah şəhidlərimizə rəhmət eləsin. Sənan Kazımov çox yox, elə bir neçə il bundan əvvəl hərbi xidməti başa vurub. Ona görə də ümid eləyirik ki, nəyi necə eləyəcəyini bu neçə ildə unutmayıb. Mən özüm əskərliyimdə atıcı mühafizəçi olmuşam, amma burada mənə hansı vəzifəni verəcəklər, onu elə ki bilmirəm. Özümə də maraqlı gəldi. Görəsən əskəri xatirələrindən nə yadında qalıb? Mənə cənab əskərdən çox Yarmət deyə müraciət edirdilər və ya Tərlan deyə, Tural deyə müraciət edirdilər və ya aktyor deyə müraciət edirdilər ki, o adamlar mən mülküdə olanda, seriallarda, filmlərdə görüblər və indi hal-hazırda mən onların əskəriyəm. Ona görə həm onların özünə çox qəribə gəlirdi bu hadisə, həm mənim özümə çox qəribə gəlirdi. Və doğrudan da maraqlı idi. Yəni əskərliyin yanında həm də səni bir aktyor fəaliyyətin var mülküdə və indi o aktyor fəaliyyətinə görə əskərliyə gəlmişsən, hərbi sənin içinə düşmüsən, amma baxırsan ki, hamı səni tanıyır. Mənə yad bir silah idi. Biraz çətinlik çəkdim. Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əskər olmaq. Artıq şərəfli formanı geyinmək zamanıdır. Sıravi Kazımov geyinsin. Bizsə onun burada hansı vəzifə sahibi olacağından danışaq. O bugün topçu olacaq. Gəlin sizi artilleriya qurğusu barəsində az da olsa məlumatlandırım. ...122 mm-lik D-30 habitsası. Bu artilleriya qurğusu düşmənin canlı qüvvəsini, zirehli texnikasını, atəş vasitələrini, tanklarını, motomexanizləşdirilmiş vasitələrini, sığınacaqlarını məhv etmək və ya susturmaq, minalanmış və məftilənmiş ərazilərdən keçid açmaq üçün nəzərdə tutulub. Artilleriya qurğusunun çəkisi 3290 kiloqramdır. Topun maksimal atəş məsafəsi 15300 metrdir. Hələ ki bu qədər bəsdir. Görək Sıravi Ulduz hazırdır ya yox. Elə sual vermişdim ki, bu da o. Bu formanı giyinməyin özü bir şərəfdir. Çünki sözün əsl mənasında hərbçilik ən şərəfli peşədir. Evlərimizdə rahat yaşamağımız üçün, rahat deyib gülməyimiz üçün, rahat işləməyimiz üçün, rahat gəzməyimiz üçün, rahat istirahət eləməyimiz üçün bizim əskərlərimiz, hərbçilərimiz postlarda xidmət edirlər, bizi daimi qoruyurlar. Onlar olmasa biz bu qədər rahat yaşaya bilmərik, bu qədər rahat, azad nəfəs ala bilmərik. Mən ona görə də bu formanı giyinəndə çox qürur hissi keçirdirəm. Vətəni qoruyan qəhrəmanlar və qəhrəmanları canlandıran aktyor Sənan Kazımov. Bugün Sıravi Ulduz mənəm. Bu dəfə o, səhnədə deyil, təlim meydanında verilən tapşırıqları yerinə yetirdi. Mənə yad bir silah idi. Biraz çətinlik çəkdim. Var gücü ilə, yorulmadan, yalnız irəli və inanılmaz nəticə. Ümumilikdə qiymətləndirsək, qənaətbəxşdir.
Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əsgər olmaq. İndi isə yaddaşı təzələmək zamanıdır. Görək sıra hərəkətlərini bir dəfəyə yada sala biləcək, ya çox vaxt itirəcək. Diqqət yoldaş əsgərlər. İndi sizinlə silahsız sıra hərəkətləri məşqini keçəcəyik. Silahsız sıra məşqlərində sıradan çıxma, sıraya durma, rəisə yaxınlaşma və fərdi şəkildə, tək şəkildə sıra addımları ilə hərəkət. Komandir artıq təlimlərə başlayır və əvvəlcə Sıravi Ulduzun əskər yoldaşı ilə sıra hərəkətləri keçir. Əskər Şabanov, Mən! sıradan 3 addım çıx. Oldu! Əskər Şabanov, Mən! yanıma. Oldu! Tanımaya aşağı şabalarımıza geldi. Sağa. Dön. Geriye. Dön. Adımla. Marş. Sola. Dön. Sola. Dön. Yerinde. Dur. Növbə isə indi ondadır. Görək nəticə necə olacaq. Əskər Kazımov. Geriyə marş komandası sağ ayaqda verildi. İcra edici komanda, xəbərdar edici komanda hansı ayaqda verilməsini asılı olmayaraq icra edici komanda sağ ayaqda verildi. Ondan sonra bir addım atılır, sol addım, sonra sağ addım qarşıdakı ayağın qarşısına qoyulur və geriyə dönülür. Bunun üçün tələsmək lazım deyil. Komanda aldın, sonra yerindən sol addımla hərəkətə başlamaq lazımdır. Komandir onunla fərdi formada məşq eləyir. Bəs görəsən bu ona kömək olacaq ya yox? Bax, bunu birazdan biləcəyik. Artıq sıra hərəkətlərinə keçmək olar. Sıra hazırlığı məşqində biz təməl bilgiləri qısa müddətdə də olsa gənc ulduzumuza, sıralı ulduzumuza öyrətməyə çalışdıq. Əskər Kazımov, Mən! sıradan 5 addım çıx. Oldu! Sağa, dön. Geriye, dön. Geriye, dön. Adımla. Marş. Sağa, dön. Geriye, marş. Demesine göre 2023-cü ildə ordu sıralarından ehtiyata buraxılıbdı. Bəzi yadırğanmalar vardır artıq. Hiss olunur ki, sıra addımlarında yumuşalmalar var. Bir hərbiçi şux, hərbiçi qaməti, hərbiçi addımı hiss olunur ki, artıq zəifləyib. Və o cümlədən yerində dönmələrdə səhvlərə yol verdi. Hərəkətdə hiss olunurdu, bəzi nöqsanlar vardı. Və kiçik bir təlim məşq sürəsindən sonra, vaxtından sonra artıq həmin o yaddaşda olan biliklər yenilənəcək və vərdişlər düzələcək, qaydasına düşəcək. Mənə yad bir silah idi. Biraz çətinlik çəkdim. Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əsgər olmaq. Yerinde. Dur. Əskər Kazımov, Mən! dur sıraya. Oldu! Yadırğamaqlar var idi biraz. Bəzi şeyləri yadırğamışdım. Orada da sağ olsun bizim cənab mayorumuz düzəlişləri elədi ki, məsələn o geriyə dönüşdə onları baxdım ki, hə, mən yadırğamışam, yadımdan çıxıb bəzi şeylər. Amma mənə elə gəlir ki, sıra təlimim yaxşı idi. Bu təlimlər də bitir. Gəlin vaxt itirməyək, qiymətləndirək. Nəzərə alaq ki,
mülkdən gəlibdi. Nəzərə alaq ki, uzun müddətdir sıra elementlərindən uzaqdadır, sıra hazırlığından məşğul olmur. 10 ballıq sistemlə 5 bal qiymətləndirmək olar. Pis qiymət deyil, amma bu hələ başlanğıcdır. Ona görə də gücünü digər təlimlərə saxlamaq lazımdır. Hə, bir də yeməyə getmək lazımdır. Özü də bölü ilə birlikdə. Həm də oxuyaraq. Düzleyen. Barak. Tanrıç olsun. Sağ. Azad. Sağdan bir kolon devam edelim. Yemək çox əla, yəni mən doğrudan darıxmışdım əsgər yeməkləri üçün. Özü də mən hansı hərbi hissədə xidmət eləmişəmsə, eynən o yeməklərin dadını aldım burada da. Və o yeməkləri yeyəndə mən yenidən qayıtdım o əsgərlik vaxtlarıma, o günlərə və mənim üçün çox, yəni o xatirələrə dalmaq, təzədən qayıtmaq, dejavu oldum. Mənə yad bir silah idi. Biraz çətinlik çəkdim. Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əsgər olmaq. Gücünü ilk təlimlərdə az da olsa itirən Kazımov yeməkdən sonra daha da gümrah görünməyə başlayıb. İtirdiyi enerjini sanki bərpa eləyib. Bundan sonra Sıravi Ulduz əsas tapşırıqları yerinə yetirməlidir. Növbədə isə silahın sökülüb yığılması və artilleriya ilə tanışlıqdır. Praktiki təlim. Buna qədər bizlə olan Sıravi Ulduzlar silahı söküb yığarkən tək bu tapşırığı yerinə yetirirdilər. Amma bu dəfə Sanan Kazımov özünə rəqib də verilməsini istədi. Belə baxıram, biz yarış da görəcəyik bugün. Yarış əladır. Yarış varsa deməli qalib də olmalıdır. Artıq onlar silahla tanış oldular. Qalır bircə tapşırığa start verilməsi. Bu da start.
Silah söküb yığmaq. Əskərlikdə də axır momentində həmişə ilişib qalırdım. Həmişə niyə girmir, bitər. İndin özündə də həmin yerdə ilişdim. Amma çox qəribə bir şeydir. Əskərlikdə bu qədər sürətli yığa bilmirdim mən. Burada daha sürətli yığdım. Sürət hər iki əskərdə mükəmməl idi. Qalib axtarmadıq, çünki onların hər biri qalib xalqın əskəridir. Mənə yad bir silah idi. Biraz çətinlik çəkir. Mənim həmişə arzum olub ki, təzədən hərbi hissəyə qayıtmaq, əskər olmaq. İndi isə gəlirik əsas təlimə. Topla tanışdıq. Ən əsas da praktiki təlim. Artıq hamı hazırdır. Qalır bircə sıravi ulduz olan Kazımova top haqqında məlumat verilsin. 122 mm-lik diod sabitçası düşmənin açıq və səhra tipli daldancaqda yerləşmiş canlı qüvvəsini məhv etmək, uzun müddətli örtülü vasitələri tikintilərini uçurtmaq, məftilənmiş və minalanmış ərazilərdə keçid açmaq üçündür. Düşmənin motomexaniləşdirilmiş və tankları və topları ilə mübarizə aparmaq üçündür. Dağıtmaq üçün deyil, mübarizə aparmaq üçün. Bəli. Çox funksiyalıdır. Bəli, bəli. Təlimatçı danışdıqca Sənan da suallarını verir. Hiss olunur ki, bu mövzu ona yad olsa da, amma maraqlıdır. İstifadə qaydası necədir bəs? İstifadə qaydası sadəcə mərmimiz, məsəl üçün 3 cür əsas mərmimiz var, xüsusi mərmimiz var, bir də təşviqat mərmilərimiz var. Əsas mərmilərimiz, biz əsas mərmilərdən istifadə edirik. Əsas mərmilərdən istifadə elədiyimiz tam mərmi, bir də azaldılmış. Azaldılmışımızın da ki, öz barıtları olur içində. Yəni sadəcə barıtlarını çıxardırıq, atımlar olur. Atımlarına görə qoyulur və atılır. Atışdakı mərmimizi saldıq. Mərmimizi daseniklə saldıq, tam otustururuq. Tam otustururuq. Sonra gilizimiz var bizim. Gilizlərimiz də ki, tam giliz, bir də ki, azaldılmış giliz. Dediyim kimi bayaq. Gilizimizi də avtomatik qoyuruq bura. Salan kimi avtomatik qalxır. Bu topumuz hazırdır. Hazır. Atış komandası batareyadan verilir, atış komandası. Atış verilən kimi ipimiz olur. İpimiz, tuşlayıcımız, onun öz səngəri olur. Çünki o topçu misalında videosunda iplə. Tuşlayıcımızın da öz səngəri olur və top komandirindən gözləyir, əmr gözləyir. Xəbərdarlıq verən kimi top, mən qışqıran kimi çağırıram, o saat başlayır tuşlayıcı atış eləməyə. Atışda olunur, yəni ip bağlanır bura, atış olundu. Atış olunan kimi də lülə yenidən açılır, giliz içindən düşür. Giliz içindən düşür. Bəli, mərmi uçur. Onda biraz qıraqdan. Bəli. Yəni ona görə tuşlayıcımızın öz səngəri olur ki, yəni alovdan, təhlükədən qorunsun deyə. Bəs yaxşı, adi avtomatdan atəş açılan zaman ağız açıq vəziyyətdə olmalı. Bəli, bunda da eyni. Ya bunda qoruyucu vasitə olur, qulaqları qoruması. Xeyr. Ancaq yəni avtomat kimi də, yəni ağız açılır. Bəli, sadəcə ağzımız açılır, ağzı açıq saxlayırıq, hətta yəni uzaq dururuq ondan. Atış zamanı uzaq dururuq. Alovuna görə. Bəli, həm alovuna görə, həm gilizinə görə. Gilizi çox sürətli gəlir deyə, gilizinə görə, ona görə çox uzaq dururuq ondan. Biz sıravi ulduza top haqqında məlumat verdik və topun döyüşə gətirilməsi və topu döyüş vaxtı necə istifadə ediləcək, onu öyrətdik. Artıq məlumat alınıb. Bircə qalıb praktiki təlim. Ona tağımda vəzifə də verilir. Heyət nəfəri 6 nəfər olur. Bir top komandiri, 5 də ki onun heyəti. Heyətlərdə də ki tuşlayıcımız var,
doldurucu var, atımçı var. Artıq hər biri öz vəzifəsini yerinə yetirməyə hazırdır. Get, top, döyüşe. Onlar hər biri diqqətlə tapşırığı yerinə yetirirlər. Elə Sıravi Ulduz da bacardığı qədər ilk dəfə də olsa müsbət nəticə əldə etmək istəyir. Amma bir dəfə də cəhd eləmək lazımdır. Mən əskərlikdə sözün düzü o silahla rəftar qaydalarını bilmirdim, topla belə deyək. Çünki indi hər hərbi hissənin özünün bir belə deyək də, onların dildə desək, xüsusiyyəti olur. Yəni bizim hərbi hissədə yox idi. Ona görə mənə yad bir silah idi. Amma orada da sağ olsun çox az, qısa bir müddətdə öyrətdi o istifadə qaydasını və mən bacardığım qədər əskərlərə kömək eləməyə çalışdım. Burada başlayır, nişangahlarımız var. Bu qaldırma mexanizmi içində. Qoyduq 200-ə. 200-ə qoyuruq. 200. 2, 0. 200-ə. Bu bizim su tarazımızdır. Bura baxın, qaldırma üçün su tarazı. Avtomatik olaraq ucaya qaldırırıq. Qaldırdıq və ortadadır. Su tarazımız ortaya düşdü. Bu bizim hazırımız. Bunlar bizim tarazımızdır. Tarazlar ən çox 30-0 olur. Belə deyək. Bəli, bəli. Bizə sonra gəlir komandalar. Komandalarımız gəlir. Məsəl üçün bizdə geriyə tuşlama olur. Tuşlama 3 növ var da, belə deyim sizə. Düzünə, qeyri-düzünə, belə. Bu şey avtomatik qeyri-düzünə olduğuna görə burada baxırıq. Məsəl üçün bizə gəlir ki, 58, məsəl üçün qoymuşuq burada 95. 58-95-imizdə bizim düzünə tuşlamamız olur. Məsəl üçün oranı götürək. Siz bir dənə özünüz orada tuşlayın, baxın, görəsiniz. Buradan baxın siz. Hə, Gördünüz? biraz sol, aha. Yaxşıdır belə. Hə, düz oldu, lapatkaları nişan almışlar. Yanğı işitimiz Ha, yanlışdı. oldu. Bizim düzünə tuşlamamız. Götürdük buranı. Zəhmətimizə baxın. Düzünə tuşlamamız. Aha. Bizim də gəldi, oldu hədəfimiz, hədəfimizin nömrəsi 57 30. 57 30. 30. Bəli. Oldu nişangahımız 57 30, tarazımız 30 0 30 0. və 200 nişangahımız. 200 nişangah. Bəli, bəli. Sadəcə budur. Hı. Sadəcə bunları edirik. Sonra başlayırıq, məsəl üçün hədəfi götürdük, icra elədik. Başlayırıq mərmimizi doldurmağa. Aha. Mərmilər də bayaq dediyim kimi cürbəcür olur. Yəni fərqli mərmilər olur. Bizə tam mərmi verildikdə mərmimizi yerləşdirdik. Yerləşdirdik yerinə, atışımız olunur. Atəş açılır. Bağlamaq necədir təzədən? Bağlamaq, Okey. yəni onu bağlamaq belə deyim sizə, atış zamanı bağlanmır, özü avtomatik bağlanır gilizi qoyduqdan sonra. Aha. Gilizi mərmimizi yerləşdiririk. Gilizi qoyan kimi avtomatik özü bağlanır.
2. Hədəf 101. Düşmənin canlı qüvvəsi. Minaatan bateriyası. Nişancaq 300. Faraz 30.00. Bucaq ölçə 38.59. Birinci top hazır. Onun üçün asan da olardı, belə deyim, döyüş vaxtı məsələn mərmilər, mərmini məsəl üçün yerləşdirmə, gilizi yerləşdirmə onun üçün məsəl üçün asan da olardı. Daha tez, daha yəni effektiv olardı. Yəni sadəcə bilmir deyə biraz çətinlik çəkdi. Bir mərmi doldu. Birinci top hazır. Hop! Verilən tapşırıq yerinə yetirildi. Qaldı bu təlimdən yaxşı qiymət almaq. Alıb almayacağını isə birazdan biləcəyik. Yerinə yetirdilər. Sadəcə biraz vaxt tələb olunur. Vaxtı biraz çatışmamazlıqlar var vaxtda. Sıravi ulduzumuzu biz qiymətləndirsək, 10 ballıq sistemdə 6 balla qiymətləndirərik. Belə, bu dəfə də sıravi ulduzumuz bizlə vaxtını çox səmərəli keçirtdi. Əyləncə də lazımdır, teatr da lazımdır, serial da lazımdır. Amma sıravi ulduz olmaq çox vacib və lazımdır. Bu cür verilişlərin olması çox lazımlı bir şeydir. Çünki vətənpərvər ruhda olan bir verilişdir. İnsanların, əsas da biz nəzərə alsaq ki, buna bizim ölkəmizdə yeniyetmə oğlanların daha çox marağı olur belə verilişlərə. Onlar üçün çox yaxşı bir vasitədir ki, əskərliyə gedənə qədər ən azı praktiki eləyə bilməsə də, efir vasitəsilə görür, ən azı bilir ki, silahla necə rəftar etmək lazımdır, sıra təlimi necə olur, əskərlər necə yemək yeyirlər, necə qidalanırlar, onların məsələn qaldıqları kazarmaların şəraiti falan. Həm bu yeniyetmələr üçün maraqlıdır, həm də bir növ valideynlər üçün bir rahatlıq verir ki, yəni mənim övladım, mənim oğlum sabah bir gün əskərliyə gedəndə o necə yaxşı bir şəraitdə qalacaq və mənim gözüm arxada qalmayacaq, yəni ürəyim onunla olmayacaq ki, ay Allah, görəsən oğlumun şəraiti necədir? O görəcək ki, çox yüksək səviyyədədir, nəinki burada, bütün hərbi hissələrdəki şəraitlər və ona görə mən belə düşünürəm ki, bu cür verilişlərin olmağı çox vacibdir. Növbəti sıravi ulduzu gözləmək ümidi ilə gələn həftəyə qədər salamat qalın. Gözünüz Xəzərdə olsun.